Salam əziz kanal izləyiciləri. Yenə olduğu kimi İsmail rayonuna yeni bir ev mülkümüz satışa çıxarılıbdır. Ev mülkü 6 sotun içində yeni tikili, gözəl dağ panoraması olan yerdə, 4 tərəfi daş hasar və isti hovuzlu, yəni hovuz yeni təmirdən çıxıbdır. Hal-hazırda dərman tökülüb yuyulmağı üçün. Gördüyünüz kimi isti hovuzlu, tam təmirli. Deməli, divarların işıqlandırılması, avtomatik, yəni axşam olan kimi işıqlar özü yanır. Həyətin daş döşəməsi, yəni xüsusi bir gözəllik verir bu daş bu həyətə və dekorativ ağaclar əkilibdir. Evin dizaynı ki, yəni deməyə ehtiyac yoxdur. Çox gözəl bir dizayn verilibdir. 6 sotun içində 110 kvadrat yeni tikili evimiz və daxil oluruq evə. İlk növbədə bir də göstərim buradan. Gözəl bir həyəti var, səliqəli. Yəni gələcəyinə kim alsa, navest, bisetka, nə ürək istəyir eləyə bilər. Və burada əyləşmək üçün xüsusi yer təşkil olunub, əlavə tikili olaraq. Və daxil olunuq. Daxil olanda biz hal-hazırda əsas qapıdan yox, mətbəxin qapısından, yəni çölə çıxışa. Ev ümumilikdə isti polla təchiz olunubdur. Kombi sistemidir. Gördüyünüz kimi testi üçün bağlıdır. Tam təmirli, yeni dizaynlı. Baxın, hər bir tərəfi xüsusi zövqə olaraq aboyu və tavanı yığılmışdı. Yeni Avropa qapıları və əsas giriş, qeyd edim ki, əsas giriş buradandır və işıqlar sönülü olduğu üçün deməlidən tam işıqlandırmaq olmur. Yenə də deməlidən ev 4 otaqdan ibarətdir. Bu qonaq otağıdır. Deməlidən qonaq otağı xüsusi, yəni mozaika tipli yığılıbdır. Belə tavana çox gözəl yığılıb və pəncərə demək olar ki, qapı kimi açılır birbaşa çölə. Və daxil oluq ikinci otağa, yataq otağıdır. Burada da xüsusi zövqü olaraq yığılıb. Üçüncü otaqdır. Üçüncü yataq otağı və burada xüsusi bir dizayn verilibdir. Otağın işıqlandırılması, yəni pəncərə çox gözəl yerdədir. Və bu da dördüncü otaq. Gördüyünüz kimi, yəni burada da çox gözəl, səliqəli bir dizayn verilibdir. Evlərin yeri, yenə deyirəm, istipoldur, laminat vurulubdur sadəcə üzərindən. Bu da kombinin paylayıcı kollektivdir və burada sanitar qovşağıdır. Kafel, metlaq vurulub, sadəcə bir dənə tavanı qalıbdır, asma tavan olacaq. İşlər yekunlaşıb. Qeyd edim ki, evin yəni hardasa işi qutarıb, hazır ki, yəni bugünkü bazar qiyməti satışa çıxarılmağı 200.000 manat son qiymətinə satışdadır. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər.